Dostlar, mən keçən il Bakı Grozno reysi ilə uçuş zamanı qəzaya uğramış Azal təyyarəsinin sağ qalan ekipaj üzvlərini təltif etmək qərarına gəlmişəm. Bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadyrov Telegram kanalında yazıb. Azərbaycan isə Kadyrovun bu bəyanatını məqbul hesab edib. Trend xəbər agentliyi Azərbaycan hökumətinə istinadən yazıb. Sitat: Azərbaycan tərəfində də dəqiq məlumat var ki, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub. Məlumatda belə deyilir. Bundan əvvəl Azərbaycan mediasında iddialar səslənib ki, Ramzan Kadyrov dekabrın 25-də Çeçenistan ərazisinə hücum edən bütün pilotsuz uçuş aparatlarını məhv etdiyi üçün Təhlükəsizlik Şurasının katibi olan qardaşı oğlu Həmzət Kadyrovu mükafatlandırıb. Çeçenistan rəhbəri təyyarə qəzasından xilas olmuş ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimliyə Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə mükafatının veriləcəyini bildirib. Bakıdan Groznoya uçan Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsi keçən il dekabrın 24-də qəzaya uğrayıb. Qəza nəticəsində 3 ekipaj üzvü də daxil olmaqla 40-a yaxın adam həlak olub. Qara qutuların oxunmasından sonra məlum olub ki, təyyarə kənar obyektlər tərəfindən vurulub. Azərbaycan prezidenti qəzadan sonra çıxış edərək təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib və təzminat tələb edib. Rusiya prezidenti isə qəzaya görə üzr istəsə də, Rusiyanın cavabdehliyini etiraf etməyib. Hadisədən sonra bu iki müttəfiq ölkə arasında gərginlik yaranıb. Çeçenistan prezidenti bildirib ki, Groznoda təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsinə lövhə qoyulacaq. Sitat: Bir daha Azərbaycan prezidenti İlham Əliyev və həlak olmuş şəxslərin yaxınlarına Respublikamızın bütün sakinləri adından dərin hüzünlə başsağlığı verirəm. Prezident Kadyrov belə yazıb.